bayramına artıq sayılı günlər qalıb. Bilirik ki, bu bayramın da əsas atributları nələrdir? Əlbəttə ki, paxlava, şəkərbura və badambura. Bir də qoğalı yaddan çıxarmaq olmaz. Bu məhsullarda qiymətlər əsasən onların tərkibinə görə dəyişir. Hamımız da bilirik ki, bayrama yaxın həmin bu şirniyyatlara olan tələbat daha da artır. Bəs görəsən, artmış olan bu tələbatdan sonra bu şirniyyatların qiymətində hansısa bir dəyişiklik olurmu? Bayramla əlaqədar olaraq daha çox tələbat şəkərbura və paxlavayadır. Paxlavaların kilosu 17 manatdan başlayır. Badambura 1 manat 70 qəpikdən başlayır. Qoğalların qiyməti 90 qəpikdir. Hal-hazırda bayram tortlarımız da mövcuddur. Kiçik tortların qiyməti 14.90-dan başlayır. Böyük tortların qiyməti isə 20 manatdır. Bayrama özəl bu cür setlərimiz var. Xüsusi qablaşdırılmada, şəkərbura və paxlavadan ibarətdir. Qiyməti bəs neçədir? Qiyməti 25 manatdır. Hal-hazırda bayram qabağı qiymətlərdə hər hansı bir dəyişiklik, yəni artım müşahidə olunurmu? Bayramla əlaqədar şirniyyatlarımıza tələbat çox olsa da qiymətlərdə dəyişiklik etməmişik. Bəs ümumən müştərilərin tələbatı necə? Yəni bayram qabağı daha mı çoxdur? Bəli, bəli. Hal-hazırda bayrama görə tələbat daha çoxdur.